Bismillahirrahmanirrahim ve bihi nesta'in ve sallallahu ala seyyidina Muhammed ve alihi tahirin. Allahümme salli ala Fatimete ve abiha ve ba'liha ve baniha ve sirril mustavda'i fiha bi adedi ma ehate bihi ilmuk. Hər vaxtınız xeyirli olsun əziz tamaşaçılar. Bəhsimiz Fatimə şünaslıqdır. Biz bu verilişdə xanım Fatimə Zəhra salamullahi aleyhanın həyatı haqqında, adları haqqında, həyatında olan dərslər barəsində, şəxsiyyəti barəsində müxtəlif məsələlərə işarə edəcəyik. Hələlik bəhsimiz xanım Zəhranın adları haqqındadır. Biz keçən verilişdə nə üçün xanım Fatiməyə Fatimə deyilib, nə üçün xanım Fatimə salamullahi aleyha Zəhra deyilib, bunların səbəbini izah etdik. Əlbəttə bunların hamısı Əhl-i Beyt imamlarından nəql olunan hədislərə əsasendir. Xanımın adlarından biri Siddiqədir. Bir sadiq var, sidq kəlməsindən götürülüb. Sadiq, düz danışan kişi. Sadiqə, düz danışan qadın. Siddiq kişiyə deyilir. Əli əleyhissalamın məşhur ləqəblərindəndir. Siddiqə, Siddiqi Kubra, böyük Siddiqə, xanım Zəhra salamullahi aleyhanın adlarından biridir. Sadiq düz danışan deməkdir. Amma Siddiq daha düz danışan. Hansı ki, əməllərini və daha dəqiq desək, danışdığı və dediyi sözlərini öz əməli ilə təsdiq edir. Səddəqə kəlməsində mənası da təsdiq edən. Siddiqə mübaliğədir. Yəni, çoxlu düz danışan. Yəni, hansı ki, öz dediklərini əməlləri ilə də təsdiq edir. Yalnız desin, əməl etməsin belə deyil. Quran-ı Kərimdə də və hədislərdə gəlir ki, xanım Məryəm salamullahi aleyhanın da ən məşhur ləqəblərindən də biri Siddiqidir. Amma Siddiqi Kubra, böyük bir Siddiqə, o xanım Zəhra salamullahi aleyhanın adlarındandır. Və Siddiqə ləqəbi də həqiqətdə Allah tərəfindən verilmişdir. Mən burada bir hədisə işarə etmək istəyirəm. Əziz Peyğəmbərimiz Əli əleyhissalama xitab edərək belə buyurur ki, ya Əli, Allah Teala sənə elə üç şeyi verib ki, hətta o üç şeyi məndən başqasına ki, heç hətta mənim özümə də verməyib. Yəni, bu üç xüsusiyyət yalnız və yalnız sənə məxsusdur. Buyurur ki, utitə səlasən, ya Əli, Allah Teala sənə üç dənə elə bir şey verib ki, ləm yu'təhunnə əhədun və la ənə. Heç kimə onlardan biri verilməyib, hətta mənə də onlardan biri də verilməyib. Nədir onlar? Utitə sehran misli. Allah Teala sənə mənim kimi bir qaynata vermişdir. Amma vələm utə ənə misli. Amma mənim qaynatam belə deyildi. Xədicə binti Xuveyld. Xuveyld hara? Peyğəmbər hara? Əli əleyhissalamın Peyğəmbər kimi qaynatası var idi. Amma əziz Peyğəmbərimizin Peyğəmbər kimi qaynatası yox idi. Və utitə zovcətən siddiqə. Siddiqə. Sənə Allah Teala tərəfindən xanım Fatimə Zəhra, Siddiqi Tahirə həyat yoldaşı olaraq verilmişdir. Amma mislə ibnəti, mənim qızım kimi bir Siddiqə. Vələm utə misləha zovcə. Amma mənim həyat yoldaşımın ən üstünləri, ən üstünündən biri və ən üstünü deyək, xanım Xədicədir, salamullahi aleyha. Xanım Xədicə də məqam baxımından qızı Fatimə Zəhra salamullahi aleyha məqamında deyildi. Bu da ikinci xüsusiyyət. Və utitəl Həsənə vəl Hüseynə min sulbik və ləm utə min sulbi misləhuma. Allah Teala sənə iki dənə İmam Həsən və İmam Hüseyin əleyhissalam kimi övlad vermişdir. Özü sənin sulbündən əmələ gəlib. Amma mənim sulbümdən Qasım idi, dünyasını dəyişdi, İbrahim idi, dünyasını dəyişdi və hətta onlar qalsaydılar da belə yenə İmam Həsən və İmam Hüseyin kimi olmazdılar, əleyhüməssalam. Onlar səyyidə şəbabi əhlil cənnə, cənnət əhlinin, cavanlarının ağasıdırlar. Və lakinnəkum minni və ənə minkum, lakin siz məndənsiniz, mən də sizdənəm. Baxın, bu üç xüsusiyyətdən biri nədir? Siddiqədir. Siddiqə ilə həqiqətdə Peyğəmbərimiz Əli əleyhissalam deyir, sən bundan fəxr eləməlisən. Bu barədə çoxlu hədislər də var. Bir hədisdə İmam Sadiq əleyhissalam xanım Fatimə Zəhra salamullahi aleyhanı tanıdanda belə tanıdır. Hiyə siddiqədül kubra.
O böyük bir siddiqədir. Mən qeyd elədim, xanım Məryəm də siddiqədir. O da gözəl, ləyaqətli, Allah yanında xüsusi məqama malik olan bir xanımdır. Amma Siddiqi Kubra, xanım Fatimə Zəhra məqamında ola bilməz. Davamında buyurur, artıq onu başa düşmək bizlər üçün çətindir. Bu ki, və əla mərifətiha darətil qurunul ula. Keçmiş qərinlər, əsrlər hamısı xanım Fatimə Zəhra salamullahi əleyhanın mərifəti əsasında fırlanırdı, həyata keçirdi, həyatına davam edirdi. Bunun mənası nədir? Ən azından mən dərk eləyə bilmirəm. İmam Qazim əleyhissalamdan da rivayət vardır ki, buyurur ki, İnnə Fatimətə siddiqətun şəhidə. Xanım Fatimə Zəhra salamullahi əleyhə siddiqədir. Yəni, bütün imamların hamısı xanım Fatimə Zəhranın siddiqi olmağına işarə edirlər. Əlbəttə, bura şəhidə bir kəlməsi də var. Bu, özü də bir dənə başqa bir bəhsdir inşallah. Xanım Zəhranın şəhadəti haqqında bəhs edəndə biz orada isbat edəcəyik ki, tarixi qaynaqlara əsasən və imamlardan gələn, nəql olunan hədislərə əsasən xanım Fatimə Zəhra salamullahi əleyha öz təbii əcəli ilə dünyasını dəyişməmişdir. Onu öldürmüşdülər və şəhid etmişdilər və şəhadət məqamına nail olmuşdur. Bir hədisdə İmam Sadiq əleyhissalamdan bir nəfər soruşur ki, xanım Fatimə Zəhra salamullahi əleyhaya kim qusul verdi? Bu da xanımın o siddiq olmağını çatdırır. İmam Sadiq əleyhissalam buyurdular ki, Qəsəlləhə əmirəl müminin əleyhissalam onu qusul verdi. Niyə? Səbəbi nədir? Liənnəhə kanət siddiqətən. Çünki xanım Fatimə Zəhra salamullahi əleyha siddiqə məqamındadır. Siddiqeydir. Ləm yəkun liyuğəssiləhə illa siddiqun. Siddiq olmayan bir şəxs heç vaxt siddiqə olana qusul verə bilməz. Necə xanım Zəhra salamullahi əleyhaya əgər Əli əleyhissalam olmasaydı, ləyaqətli bir həyat yoldaşı olmazdı. Əgər Əli əleyhissalam üçün bir siddiq bir şəxs olmasaydı, heç bir şəxsin haqqı yox idi ki, xanım Zəhra salamullahi əleyha qusul versin. Ayşə xanımdan da belə bir rivayət vardır ki, deyir, rəəytu əhədən qəttu əsdəq min Fatimə qeyrə əbiha. Ayşə deyir ki, xanım Fatimə Zəhra salamullahi əleyhadan daha doğru və düzgün danışan, burada həqiqətə o əsdəq sidik kəlməsindən götürülüb, o baxımdan bunu gətirir ki, xanım Fatimə Zəhra salamullahi əleyha kimi elə bir doğru və düzgün danışan bir şəxs mən görmədim, məgər onun atası. Elə atası da özü kimidir. Bu hədislərin hamısının qaynağı vardır. Əlbəttə, bunların hamısına işarə etməklə sizin vaxtınızı almaq istəmirəm. Bir çoxları İləli Şərai kitabında nəql olunub. Sonda oxuduğum hədis Mənaqib-i Ali Əbi Talib 3-cü cildin 341-ci səhifəsində nəql olunub. Xanımın adlarından da biri mübarəkədir. Mübarəkə demək olar ki, elə bizim dildə də istifadə olunur. Bərəkət sözündəndir, mübarək sözündəndir. Bərəkət deyirlər, o şeyə deyirlər ki, onun faydası davamlı olsun. Əgər bir şeyin faydası olarsa və bu fayda davamlı olarsa, buna deyərlər ərəb dilində mübarək. Xanım Zəhraya mübarəkə deyilib. Niyə? Çünki Həzrət Peyğəmbər sallallahu əleyhi və səlləmin nəsli xanım Fatimə Zəhra salamullahi əleyhanın övladları vasitəsilə dünyaya yayıldılar. İndi dünyada olan bütün seyidlərin hamısı xanım Zəhra salamullahi əleyhanın nəsli olaraq davam edir. Xanımın adlarından biri Zəkiyyədir. Zəkiyyənin mənası paş mənasındadır. Zəkiyyə, elə bizdə də mən bildiyim qədərində Zəkiyyə adında qız adları da vardır. Bu da elə xanım Zəhra salamullahi əleyhanın adlarından biridir. Zəkiyyə kəlməsi buyurur ki, lüğətdə pakizə mənasındadır. Pakizə təmiz nədən? Yəni, bütün çirkinliklərdən. Bütün xoşa gəlməyən çirkinliklərin, maddi, mənəvi çirkinliklərin hamısından pak və pakizədir. Həzrəti İsa əleyhissalamın haqqında vardır ki, İnnəmə ənə rəsulü rəbbikə liəhəbilləki qulamən zəkiyyə. Orada ki, Cəbrail əleyhissalam gəlir, bir insan simasında Həzrəti Məryəmə aşkar olur, Həzrəti Məryəm təəccüb edir. Orada Həzrət Cəbrail əleyhissalam buyurur ki, mən Allah tərəfindən, sənin Rəbbin tərəfindən göndərilmiş bir elçiyəm. Nə üçün gəlmişəm? Liəhəbilləki qulamən zəkiyyə. Mən sənə pak bir uşağı, oğlan uşağını
hədiyyə edəm Allah tərəfindən. Baxın, Həzrəti İsa əleyhissalam zəki deyirlər. Pak və yəni bütün çirkinlər, ulul əzm peyğəmbərlərdən, təbii olaraq bütün çirkinliklərdən, maddi və mənəvi çirkinliklərdən amanda idi. Bu baxımdandır ki, Həzrəti Əli əleyhissalamda xanım Fatimə Zəhra salamullah əleyhanın bu xüsusiyyətinə görə bəzən görürsən ki, iftixar edirdi. Kəlamlarının birində belə gəlib ki, ənə zovcul bətul. O bətul kəlməsinin də mənasını işarə edəcəm. Mən Bətulun həyat yoldaşıyam. Xanım Zəhranın adlarından biri Bətuldur. Seyyidəti nisa'il aləmin. Bütün aləmlərin xanımlarının hamısının seyyidəsidir. Fatimə, adı Fatimədir. Ət-təqiyyə, təqiyyə də o ləqəblərindən biridir. Əz-zəkiyyə, ki, Əli lisan ki, mənim həyat yoldaşım zəkiyyədir. Pak və pakizədir. Bu hədisdə Baharul Ənvar kitabının 33-cü cildinin 283-cü səhifəsində Xanım Zəhranın adlarından da biri Raziyyədir. Raziyyə, yəni razı olan. Xanım Zəhra nəyə razı idi? Allah tərəfindən onun üçün nəzərdə tutulan bütün təqdiri və qəzai ilahiyyə, ilahi qəza o qədərə razı idi. Həyatında maddi baxımdan çətinliyi var idi, yaşayışında problemləri var idi. Buna baxmayaraq ki, Peyğəmbər qızı idi və eləyə bilərdi, çox gözəl surətdə yaşasın, amma yaşayışa, həyata aid olan ən zəruri miqdarına kifayətlənmişdi. Cabir ibn Əbdullah Ənsari deyir ki, Peyğəmbər xanım Zəhranın evinə daxil oldu. Gördü ki, xanımın əynində dəvə yunundan olan bir əba vardır. Özü də öz əlləri ilə daş dəyirmanı, əl dəyirmanı deyirlər, buğda üyürür. Peyğəmbər bu haləti görüb narahat olur və ağlayır. Ağlayaraq xanım Zəhraya belə buyurur ki, ya Fatimə, təəccəli mərarətə dünya. Ey Fatimə, bu dünyanın acılığına döz, çətinliyinə döz, amma lihəlavətil axirə, axirətin şirinliyi üçün. Yəni, nə qədər çətinlik olsa da, nə qədər müsibət, narahatçılıq olsa, bu dünyadadır ki, fanidir. 100 ildən o ənə ola bilməz ki. Hətta xanım Zəhra salamullah əleyhi 18 yaşında dünyasını dəyişmişdi. Və bu baxımdan da xanım Zəhra salamullah əleyhaya razıyə deyiblər. Əlbəttə, xanımın adlarından biri də Mərziyyədir. Mərziyyə nədir? Yəni, razı olunmuş. Xanım Allahdan, ilahi təqdirdən razı idi və xanımdan da həm Peyğəmbər, həm onun Allahı da razı idi. Hətta elə bir məqama gəlib çatmışdı ki, xanım Zəhranın razılığı Allahın razılığıdır. Xanımın qəzəbi Allahın qəzəbidir. Bu barədə bir hədis qeyd eləmişəm burada. Əmali kitabının, Şeyx Səduqun Əmali kitabının 384-cü səhifəsində Peyğəmbər xanım Zəhraya xitab edərək buyurur ki, ya Fatimə, İnnəllaha təbarəkə və təala lə yəğdəbu li qəzəbik. Ey Fatimə, Allah sənin qəzəbinlə qəzəblənir və yarza li ridakə. Sənin razılığınla da razı olur. Bizə ayrılan vaxt tamam oldu. İnşallah bu bəhslərin davamını gələn verilişdə siz əzizlərin nəzərinə çatdıracağam. Və sallallahu alə seyyidina Muhammed və alihi tahirin.